Tez bir zamanda Azərbaycanda çox sevilən, sosial şəbəkələrdə bütün öz çıxışları ilə, klipləri ilə, ümumiyyətcə bütün videoları ilə, klipləri ilə, hər bir çıxışı ilə trendi, kəşfedi, alt-üst eləyən, televiziyalarda daha çox verilişlərdə maraq yaradan, uşaqların, orta yaş kateqoriyasının, hətta yaşlıların da sevdiyi bir xanım Kəmalə Günəşli gəlir. Düştü cavanlık, onda rüyada yedim, ben onda rüyada yedim. Sanki dünyada yedim, ben onda rüyada yedim ben. Saralıp ne solmamıştın, ne gidip ne kalmamıştın. Hele sen hiç olmamıştın. Koca dünyada yedim, ben onu da rüyada yedim. Koca dünyada yedim, ben onu da rüyada yedim ben. Ben onun sevgisi oldum, en ağır itkisi oldum. Mecnun'un leylisi oldum. Deli sehrada yedim, ben onda rüyada yedim. Deli sehrada yedim, ben onda rüyada yedim ben. Qocalırsan hele bilme, ağlayırsan güle bilme. Məni sən gəl belə bilmə. Axı mən sadə yedim, mən onda rüyada yedim. Axı mən sadə yedim, mən onda rüyada yedim mən. Dikanam o gözlərdə mən, gedirəm o izlərdə mən. Üzmədim dənizlərdə mən. Amma dəryada yedim, mən onda rüyada yedim. Amma dəryada yedim, mən onda rüyada yedim mən. Derdimin dermanıdır o, bir insanın canıdır o. Eşkimin sultanıdır o. Şaha şahzade yedim, ben onu da rüyada yedim. Şaha şahzade yedim, ben onu da rüyada yedim ben. Gece elbette karanlık, yüreğim durdu bir anlık. Yadıma düştü cavanlık. Onda rüyada yedim, ben onda rüyada yedim. Sanki dünyada yedim, ben onu da rüyada yedim. Onda rüyada yedim, ben onda rüyada yedim. Sanki dünyada yedim, ben onu da rüyada yedim ben. Bravo! Kəmalə xanım, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Yox, burada. Burada. Münsiflər heyətimizin xüsusi kresloları var. Aha. Aha. Xoş gördük hər birinizi. Kəmalə xanımı bir dəvrəydən almışlar. Kəmalə xanımı çox istəyirsiniz. Eşitmədim. Maşallah, Allah qorusun, nə gözəl balalardır bunlar. Hələ çoxsu bilməyib buradasınız. Onlar tərk ediblər. Sürpriz eləmirsən sən onlara, can. Uşaqlar neçə vaxt deyirdilər ki, bəs Kəmalə xanımı dəvət edin, Kəmalə xanımı dəvət edin. Allah qorusun gözəl balalarımızı, maşallah. O neçə dənə sizdə burada iştirakçı var idi? 150 iştirakçı ilə başlamışıq, artıq 15 nəfər qalıb. Ən istedadlı bunlardır. SMS layihəsi olduğuna görə səs baxımından, səs baxımından ən çox səs toplayanlar bunlardır. Ən çox səs toplayan. Mən bu gözəl balalarımıza uğurlar arzulayıram. İnşallah hər biriniz əminəm ki, gələcəkdə böyük bir, necə deyim, sənət sahibi olarsınız.
Və Elşad. ən əsası Aha. Kəmalə xan bugün 3 nəfər dueldədir. Hər dəfə bizim verilişdə münsif heyət kürsüsündə əyləşən bizim dostlarımız dueldə olan iştirakçılardan 3 iştirakçı olacaq bu gün dueldə. 2 nəfərə 30 və 50 ulduz verə bilərsiniz. O da 2 qat sayılır səs. Yəni o səsiniz, sizin verəcəyiniz səs uşaqlara köməklik edə bilər. 3 nəfər bu gün dueldədir. Ay, mənim üçün çətin olacaq seçim eləməyə, ancaq ki baxarıq. Görək. Alqışlayaq, Kəmalə xanımı alqışlayaq. Xoş gəlib Kəmalə xanım. Bizim əzizimizdir, Təşəkkür edirəm, dostumuzdur. Elşad, var olasın. Xətri hər zaman da əziz olub. Növbəti bizim qonağımız, keçən həftə də bizim qonağımız idi. Mikrofonu ver zəhmət olmasa görək bu Məhəmməd nə deyir. Məhəmməd nə